Bayram dolu Avroviziya həftəmizdə onlardan ən isti xəbərləri indi biz sizə çatdıracağıq. Siz heç bilirsiniz bizə bu sevinci hansı məşhur bir şəxs yaşatdı? Sizə də maraqlıdır. Onda ən yaxşısı odur ki, sujetimizə baxın və hər şeydən agah olun. Bir neçə dəqiqədən sonra şəhərimizin qonaqları və yerli sakinlərin qatıldığı bu məkanda, Evroklubda populyar və sevilən sənətçi Emin çıxış edəcək və öz pərəstişkarları ilə görüşəcək. Hər kəsin səbirsizliklə gözlədiyi bütün dünyaya öz performansı və mahnıları ilə səs salan Azərbaycanlı müğənnimiz Eminin növbəti Bakı konserti baş tutdu. Çıxışları ilə Azərbaycanın adını bir daha yüksəklərə qaldıran Eminin konsertində iynə atsan yerə düşməzdi. Konsert sonrası mağazin verilişi olaraq bir tək onlara müsahibə verən, sevilən ulduz elə bizim yerli ulduzlardan danışdı. Наши звезды, мои друзья, Эльдар, Нигяр, наши победители, Сафура, Айсель. Мы иногда вместе выступаем на одной сцене на разных сборных концертах. Я их приглашаю как гостей на свои концерты. Diqqət, indi onlarda Emindən ekskluziv bir vəd. Поделюсь своими песнями, предложу им что-нибудь спеть из того, что я сочинил. Eminin bəstəsini ifa etməyə layiq hansı sənətçimiz olacaq deyə bilmərik. Amma bu konsertdə xüsusi dəvətli kimi Safura gözümüzə dəydi. Təşəkkürümü bildirmək istəyirəm. Dəvətə görə çox sevindim ki, bugün burada iştirak elədim. Albom da məndə var, evdə yenidə dəqiqliklə qulaq asacağam. Emin bu konsertində yeni albomundan olan bütün hitlərini onların qarşısında ifa etdi. Avroviziyanın final günündə bütün Avropanın sevimlisi Emin də həmin gecə çıxış etmişdi. Həm Azərbaycanın, həm də Avropanın sevilən ulduzundan biz də soruşduq. Nəticələrdən razı qaldınız? Ларин, наверное, получилась более, наверное, такая радийная, что ли, песня, более хитовая, поэтому ей немножко больше повезло. Но Азербайджан не уступил. Евровидение, я смотрел его в гримерке по телевизору, я считаю, было просто фантастическое. Это было самое лучшее Евровидение в истории этого конкурса, и какое счастье, что оно прошло именно в Азербайджане на таком уровне. Onların ən seçilən ulduzlarından olan Eminin bu möhtəşəm şousundan ən ekskluziv görüntü və müsahibəni biz sizə təqdim etdik. Bu hələ son deyil, ekskluzivlərin ardı növbəti sujetdə.